Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Günay Hacıyeva. Bugün sizlərə texnologiyadan bölmə 4 və sınaq 4-ün izahını verəcəm. Bölmə 4-də 2 dənə sınağımız var. Bilirsiniz ki, biz bölmə sonları 2 dənə sınaq işləyirik. Biri link formasında, biri PDF variantı və həmçinin 4 mövzudan bir sınaq işləyirik. Ona görə də mən bugün sizə həm 4-cü bölmənin sınaqlarını, həm də ki, sınaq 4-ün izahını verəcəm. Birinci sualda deyir ki, ət çəkən maşın neçənci ildə icad edilmişdir? Bu imtahan sualımız olub müəllimlər əvvəlki illərdə. Cavabımız 19-cu əsrdə Karl Dres tərəfindən kəşf edilib. Baxın, nə zaman? 19-cu əsr Karl Dres. Mexaniki və elektrik ət çəkən maşında əsas texniki element hansıdır? Əsas texniki element isə burada söhbət bıçaqdan gedəcək. Testlərdə bu cürnədə qarşınıza çıxa bilər ki, ət çəkən maşında texniki sistemin əsas elementini nə təşkil edir? Bıçaq. Elektrik ət çəkən maşının uzun müddət olması üçün nə etməliyik? Biri səhvdir. Baxın, bizdən səhvi soruşur. Bu da imtahan sualıdır. MİQ imtahanına düşmüş suallardan biridir. Bıçaq iti olmalıdır. Bəli. Orta böyüklükdə ət atmaq lazımdır. Bəli. Mümkün qədər damarları az olmalıdır. Bəli. Xırda sümüklü ətlər atmaq lazımdır. Xeyr müəllimlər, biz belə bir qayda öyrənməmişik. Düzgün cavabımız nə olacaq? C variantı. Əsas tikinti materialıdır. Deməli, orqanizmamızın əsas tikinti materialı zülallardır. B vitamini nə idi? B qrupu vitaminlər sinir sistemi, qan damar, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırırdı. İstemal zamanı 20-40% itkiyə gedirdi. Karbohidratlar orqanizmamızın əsas enerji xərclərini təmin edirdi. Əsasən dənli bitkilərin tərkibində olurdu, tərəvəzlərin tərkibində olurdu. Yağ isə orqanizmamızın əsas enerji mənbəyidir. Fikir verin, enerji xərci karbohidrat, enerji mənbəyi yağlar idi. Yağlar orqanizmamıza iki yolla daxil ola bilirdi. Həm bitki məişəli, həm heyvan məişəli. Ancaq tikinti materialımız nədir? Zülaldır. Düzgün cavabımız D variantı. Karbohidratlarla ən zəngin qida məhsulu hansıdır? Baxın, karbohidratlar həm dənli bitkilərin, həm də tərəvəz məhsullarının tərkibində var. Amma ən zəngin desə, üstünlüyü soruşsa bizdən, bu dənli bitkilərdir. Əzələlərin sağlamlığı üçün faydalıdır. Söhbət nədən gedəcək müəllimlər? Əzələlərin sağlamlığı üçün faydalı olan E vitaminidir. E vitamini həm əzələlərin sağlamlığında xeyirlidir, həm dərinin normal vəziyyəti üçün lazım idi. Maddələr mübadiləsində iştirak edirdi, yağların həzm olunmasına kömək edirdi və əsasən bitki yağlarının tərkibində olurdu. Digər vitaminlərə də baxaq. B qrupu vitaminləri. B qrupu vitaminləri karbohidratların həzmini tənzimləyirdi. Qan damar, mədə-bağırsaq, sinir sisteminin işinə təsir edirdi. Dənli və paxlalı bitkilərin tərkibində yer almaqdaydı. Digər vitaminimiz nə verilib? Burada D vitamini. Gəlin görək D vitamini necə vitamindir. D vitamini sümüklərin sağlamlığı üçün faydalı idi. Əsasən günəş şüaları altında yaranırdı. Orqanizmamıza daxil olan qidaların bəs gəlin görək hansında var idi D vitamini. Bunlar heyvan məişəli ərzaqlar olan yağlı balıq növləri, qaraciyər, çürük, yumurta, süd və digər məhsullar D vitamini ilə zəngin idi. Növbəti variantımıza baxaq. Bu da A vitaminidir. A vitamini dərinin sağlamlığında böyük rolu var idi. Gözlərin selilik işasını qoruyurdu. Görmə qabiliyyətimizi yaxşılaşdırırdı. Böyüyən orqanizma üçün vacib idi. Həmçinin yoluxmalara qarşı müqavimətini artırırdı. A vitamini orqanizmamızın. Deməli, A vitamini həmçinin hansı ərzaqların tərkibində var idi? Gəlin bir onlara baxaq. Çay tikanının, yer kökünün, şirin bibərin və narıncı, qırmızı rəngli meyvələrin tərkibində var idi. Bir də ki, müəllimlər, A vitamini ilə C vitamini mən izahlarda da sizə demişəm. Oxşarlıqları var idi ki, hər ikisi nə idi? Orqanizmamızın yoluxmalara qarşı müqavimətini artırırdı. C vitamini soyuq dəymə zamanı qəbul edilirdi və müqavimətimizi artırırdı. A vitamini isə yoluxmalara qarşı müqavimətində
artırılmasında iştirak edirdi. Həmçinin digər bir oxşarlıqları o idi ki, C vitamini havanın və günəşin təsirindən asan parçalanırdı. A vitamini isə günəş şüalarının təsirindən asan parçalanırdı. Bax, yəni burada günəş şüalarının, günəş işığının təsirindən parçalanır desəydi əgər bizə A ilə C-ni götürə bilərdik. Deməli, burada düzgün cavabımız nə oldu? Əzələlərin sağlamlığını soruşduğuna görə B variantı E vitamini. Bu vitamin çatışmadıqda dəri qabıq verir. Aha, deməli müəllimlər, dəri qabıq dərinin sağlamlığı üçün lazım olan bu vitamin çatışmayanda dərinin qabıq verməsi hansı vitamində idi? Təbii ki, A vitaminində. Düzgün cavabımız A vitamini. C vitamini haqqında məlumat verməmişəm, digər vitaminlər haqqında məlumat verdim. C vitamini deməli orqanizmamızın yoluxmalara qarşı müqavimətini artırırdı, soyuq dəymə zamanı qəbul edilirdi. C vitaminin əsas mənbələri təzə tərəvəzlər, meyvə, gilə meyvə, sitrus meyvələri, qarağa, turşuya qoyulmuş kələmdə idi. C vitamini hava və günəşin işığının təsirindən asan parçalanırdı. Uzun müddət saxlandıqda istifadə üçün yararsız olurdu. Baxaq növbəti sualımıza. İsti emal zamanı B qrupu vitamin nə qədər itir? İsti emal zamanı müəllimlər 20-40% itir. PP-ni sorursaydı, PP-də 15-30% itirdi. Uyğunlaşdırın, uyğunlaşdıraq. Süd, xama, kəsmik. Yəni burada nəyi uyğunlaşdırırıq? Xarab olanda necə olur? Süd turşuyur, qatılaşır. Kəsmiyin səthi sürüşkən olur. Xama isə acı dad verir. Düzgün cavabımız B, C, A, D variantı. Baxaq 10-cu suala. Mütləq düşə biləcək sual tiplərindən biri də baxın bu pasteurizə, sterilizə edilmiş süddür. Yəni mütləq şəkildə imtahanda görə biləcəyiniz sual pasteurizə və sterilizə edilmiş süd haqqında olacaq. Belə sadə düşə bilərmi? Düşə bilər, amma fərqli üsullarda da düşə bilər. Onu da növbəti sınaqlarda izah edəcəm. Pasteurizə edilmiş süddən bişmiş süd neçə dərəcə temperaturda alınır? 95-98 dərəcə temperaturda alınır. Yarmalardan ən xeyirlisinə aid deyil. Yulaf, darı, qarabaşaq, düyü yarmalardan ən xeyirlisi olandır. Arpa bunlara aid deyil. Düzgün cavabımız A variantı. 12-yə baxırıq. Düşə biləcək sual tiplərindən biri də baxın bu paxlallı bitkilərin bişmə müddəti də əvvəlki illərdə çox imtahanda istifadə olunub bu sual tipi. Hətta bir neçə il arda-arda düşüb. Paxlalıların bişmə müddəti olsun, vermişli makaronun bişmə müddəti olsun. Eyni sual arda-arda düşüb. Gəlin baxaq. Lobiya deməli bişəcək 1,5-2 saata. Noxud bişəcək 1,5 saata. Mərci də bişəcək 1 saata. C, B, A. Düzgün cavabımız C variantı. Quş üzümü fəsilələrinə aid olanı seçin. Aha, quş üzümünü biz öyrənmişdik ki, quş üzümü fəsiləsini soruşursa 3 bacını yadımızda saxlayırıq. Pomidor, biber, badımcan. Deməli, hansı var burada? Pomidor var. Batat nəyə aiddir? Batat şirin kartof deməkdir, kök yumrusuna aiddir. Qabaq ilə qabaq fəsillələrə aiddir. Noxud isə paxlallılara aiddir. Deməli, quş üzümünə aid olan D variantı pomidor oldu. Əvvəlcədən deyir, yarı hazır vəziyyətə qədər nə edilir? Qaynadılır, sonra ət suyu əlavə edilir. Aha, bu da maraqlı sual tiplərimizdəndir. Çünki burada bəzi müəllimlər pörtlədilmiş tərəvəzlərlə sobada bişirilmiş nəyi səhv salırlar. Tərəvəzi səhv salırlar. Əvvəlcədən deyir, yarı hazır vəziyyətə qədər qaynadılır, sonra isə üzərinə ət suyu tökülür. Baxın, ət suyu deyirsə, bu pörtlədilmiş tərəvəzlərdir, müəllimlər. Baxın, bir də deyirəm, ət suyu pörtlədilmiş tərəvəzlərdir. Amma desəydi, ət şirəsi o sobada bişirilmiş tərəvəzlər olardı.
Pörtlədilmiş tərəvəzlər əvvəlcədən yarı hazır vəziyyətə qədər qaynadılır və ya qızardılır. Daha sonra üzərinə qızardılmış soğan, ədviyyat, ət suyu əlavə edilir. Amma sobada bişirilmiş tərəvəzlər əvvəlcədən qaynadılır, yarı hazır vəziyyətə qədər qızardılır. Sonra isə üzərinə xama və ət şirəsi əlavə edilir. Siz bunu belə yadınızda saxlayın. Pörtlədilmiş olanda ət suyu, sobada bişirilmiş olanda ət şirəsi. Tərəvəzlərin keçdiyi mərhələləri ardıcıllıqla sadalayaq. Bunlar növlərə ayırma, yuma, təmizləmə və doğramadır. Görək hansıdır? Növlərə ayırma, təmizləmə, yuma, təmizləmə, doğrama. İndi gəlin təqdim edək, görək neçə bal yığdıq. Görək. Baxın, müəllimlər, burada yazmışam ki, pörtlədilmiş deyib qızardılmış tərəvəzlər vurmuşam. Quş üzümü fəsləsində də pomidoru işarə etməmişəm. Deyirəm, axı, bütün testlərə düz cavab verdik, bunlar niyə səhv çıxdı? Yəqin ki, bu sınaq sizlərə aydındır. İndi keçək növbəti sınağımıza. Şəkildə 4 rəqəmi hansı hissədir? Ümumiyyətlə verilən nədir? Verilən ət çəkən maşının hissəsidir. Özü də hansı ət çəkən? Elektrik ət çəkən maşının hissəsidir. Burada gəlin baxaq görək 1 nədir? Baxın, 1 gövdədir. 2 ət çəkən maşının ət qəbul edicisidir. 3 ət qəbul edici üzərində novdur. 4 şinekli valdır. Aha, bizdən elə nəyi soruşur? 4'ü soruşur. Düzgün cavabımız C variantı. Digərlərinə də baxaq. 5 bıçaqdır, 6 torudur, 7 isə bərkidici qapağı və ya qaykasıdır. Deməli, bir də düzgün cavabımız nə oldu? C variantı. 2'yə baxırıq. Ardıcıllığı müəyyən edin. Nəyin ardıcıllığını görək soruşur müəllimlər? Ət çəkən maşında ərzağın xırdalanma ardıcıllığını soruşur. Bunun üçün ət qəbul edicisindən ət şinekli konveynerə daxil olur. Qələmi götürək. Aha, birinci B gələcək. Daha sonra torun səthi ilə sürüşən bıçaqla kəsilir. Sonra D gələcək. Daha sonra çox böyük ət parçalarından kiçik ölçülü tikələr ayrılır. Aha. Ət çəkən maşında ərzaqların xırdalanması fasiləsiz baş verir. Aha. Və ən sonda da ərzaq qəbul edicisinə qoyulur. Ət qəbul edicinə qoyulur və tordan çıxır və yəni nəhayətində bu proses baş verir. Düzgün cavabımız B, D, A, C. Əsas mən sizə nəyi vurğulayım müəllimlər? Mütləq belə suallara diqqət yetirin. Mütləq. Miqçilərin qarşına çıxa biləcək sual tipidir. İş prinsipini mütləq hər bir avadanlığın bu şəkildə ardıcıl bilməyiniz vacibdir. 3'ə baxırıq. Uyğunlaşdırın. Bıçaqlı qəhvə üydənlər, dəyirmandaşlı qəhvə üydənlər imtahanda istifadə olunmuş sualdır. Gəlin baxaq. A yazaq bura, B yazaq bura. Avtomatik sönmə ilə təchiz olunub bu bıçaqlıdır. Konus və ya silindir şəkilli olur. Bu dəyirmandaşlıdır. Paslanmayan polad və titan örtü ilə ərintidən hazırlanır. Bu da dəyirmandaşlığına aiddir. Silindir şəkillidir. Bu bıçaqlıya aiddir. Konteynerin həcminin az olması əlverişli deyil. Bu da bıçaqlıya aiddir. Gücü çoxdur. Bu da dəyirmandaşlıya aiddir. Deməli, düzgün cavabımız 1, 4, 5, 2, 3, 6. A variantı. Karbohidratlara aid olanı seçin, gəlin seçək. İnsan orqanizmasında yaranmır. Enerji mənbəyi olmasa da sağlamlıq və həyat üçün vacibdir. Xeyr, müəllimlər, burada söhbət vitaminlərdən gedəcək. A deyil. Hüceyrə və toxumaların əsasını təşkil edir. Xeyr, hüceyrə və toxumaların əsasını təşkil edən
Zülaldır. Bu da deyil. Orqanizmamızın əsas enerji mənbəyidir. Xeyr, əsas enerji mənbəyi yağlardır. Bu da deyil. Orqanizmamızın əsas enerji xərcini bərpa edir. Bitki məişəli ərzaqların tərkibində olur. Bəli, düzgün cavabımız elə D variantıdır. Xüsusən böyüyən orqanizma üçün vacibdir. Bu isə A vitamini idi. Bu da deyil. Düzgün cavabımız nə oldu? D. Mənbəyi ət məhsulları və dənli bitkilərdir. Xırda damarları genişləndirir. Söhbət burada müəllimlər PP vitaminindən gedir. Ən çox dondurulmuş ərzaqların tərkibində yaxşı qalır. İstemal zamanı 15-30% itkiyə gedir. Digər vitaminlər haqqında da əvvəlki testimizdə məlumat vermişdim. Yenə də qısaca məlumat verim. E vitamini nə idi? E vitamini dərinin normal vəziyyəti üçün idi. Əzəllərin inkişafı üçün faydalı idi. Əsasən nəyin tərkibində olurdu E vitamini? Bitki məşəli yağların tərkibində olurdu. A vitamini dərinin sağlamlığı üçün vacib idi. Gözlərin selili qişası üçün vacib idi. Böyüyən orqanizma üçün vacib idi. Hətta bir çox həyati proseslərə təsir edirdi. Yoluxmalara qarşı müqavimətimizi artırırdı. B qrupu vitaminlər karbohidratların həzmini tənzimləyirdi. Qan damar, mədə bağırsaq, sinir sisteminin işinə təsir edirdi. Dənli və paxlalı bitkilərin tərkibində olurdu. Yağlar isə orqanizmamızın əsas enerji mənbəyi idi. İki yolla daxil olurdu. Heyvan məşəli, bitki məşəli. Heyvan məşəlinə heyvanın içpiyinin yağı, kərə yağını, bitki məşəlinə isə zeytun, kətan, pambıq bu yağları nümunə gətirə bilərdik. Tərəvəzləri bişirərkən bu vitamin kifayət qədər yaxşı qalır. Yağlarla birlikdə qəbul ediləndə yaxşı həzm edilir. Müəllimlər, burada söhbət A vitaminindən gedəcək. Düzgün cavabımız E variantı. Nigar hiss edir ki, son zamanlar onun fiziki və zehni gücü azalıb, eyni zamanda onun mədə-bağırsaq sisteminin fəaliyyəti pisləşib. O hansı qida məhsulunu qəbul etməlidir ki, narahatlıq aradan qalxsın. Bunun üçün Nigar istifadə etməlidir. Nədən? Təbii ki, zülallı qidalardan. Çünki müəllimlər Nigarın zülalı çatışmır. Bəs yaxşı, karbohidrat çatışmasaydı nə baş verəcəkdi? Karbohidrat çatışmasaydı tez-tez acıyacaqdı Nigar, baş gicəllənməsi olacaqdı. Deməli, düzgün cavabımız B variantı. Xama hansı temperaturda 72 saat saxlanılır? Müsbət 4, müsbət 8 dərəcədə 72 saat saxlana bilər. Pasterizə edilmiş südə aid olanları seçin. Aha, gəldi imtahan sual tipinə. Düşübmü imtahana? Düşüb. Demək olar ki, hər il pasterizə və sterizə edilmiş süddən siz imtahanda sual görəcəksiniz. Gəlin pasterizəyə aid olanı seçək. 120-140 dərəcəyə qədər qızdırmaqla alınır. Xeyr, bu sterizədir. 0,6 dərəcə temperaturda saxlanılır. Bəli. 72-75 dərəcəyə qədər qızdırmaqla alınır. Bəli. 4 aya qədər saxlamaq olur. Xeyr, bu sterizədir. 2 gündən 5 günə kimi saxlanır. Bəli. Düzgün cavabımız 2, 3, 5 A variantı. Südlü sıyıq hazırlamaq üçün ərzaqların miqdarının düzgün verildiyi sıranı müəyyən edin. Südlü sıyıq bu il imtahana düşmüş sualı idi, amma necə düşmüşdü deyim sizə. Südlü sıyığın hazırlanma texnologiyasını ardıcıllıqla bizdən soruşmuşdular. Burada isə mən testdə sizdən nəyi soruşuram? Südlü sıyıq üçün lazım olan ərzağın düzgün miqdarını soruşuram. Ümumiyyətlə, südlü sıyığı hazırlamaq üçün işin texnoloji xəritəsindən istifadə edilir və götürülür 3 stəkan süd, 1 stəkan düyü və zövqə uyğun duz. Düzgün cavabımız D variantı. Südlü düyü sıyığı neçə dəqiqə bişirilir? 15-20 dəqiqə bişirilir. Düzgün cavabımız C variantı. 15-20 dəqiqə aralığında bəzi deməli, ərzaqlarımız da hazır olurdu. Bunlar haqqında da sizə məlumat verim. Məsələn, bilinin xəmri dincə qoyulur 15-20 dəqiqə, iri balıq tikələri bişir 15-20 dəqiqə,
Yəni bunları da yadınızda saxlayın. Həmçinin ərişdə bişir 15-20 dəqiqəyə. Yəni ola bilər, sual verər ki, verilənlərdən hansı 15-20 dəqiqə aralığında baş verir? Biz nəyi götürəcəyik? Ərişdə bişəcək 15-20 dəqiqəyə, iri balıqlar bişəcək 15-20 dəqiqəyə, bilinin xəmiri dincə qoyulacaq 15-20 dəqiqə, südlü sıyıq bişəcək 15-20 dəqiqəyə. Bunlar hər biri 15-20 dəqiqə aralığında baş verən proseslərə aiddir. Yarmaların bişirilməzdən əvvəl keçdiyi mərhələləri hansı variantda ardıcıllıqla düzgün veriblər? Deməli, yarmalar bişirilməmişdən əvvəl arıtlanır, yuyulur, xırda və bölünmüş yarmalar ələnir, yuyulur, qovrulur və isladılır. Düzgün cavabımız A variantıdır. Bişirilməzdən əvvəl paxlallar 2-3 dəfə ilıq suda yuyulur və soyuq suda isladılır müəllimlər. Baxın, çox müəllim deyir ki, soyuqla yuyulur, ilıqla isladılır. Xeyr, 2-3 dəfə ilıq suda yuyulur. Aha, deməli 2-3 dəfə nə etdik? İlıq suda yuduq, soyuq suda islatdıq və isladan zaman da su paxlallarının səthini 1 sm-dən artıq örtməməlidir. Bax, buna diqqət yetirmək lazımdır. Azərbaycanın milli sac yeməyi haqqında yanlış fikri müəyyən edin. Şimal-qərb bölgəsində, Zaqatala, Balakən rayonlarında əsas yer tutur, bəli. Hazırlananda xəmirdən bir stəkan saçın üzərinə tökülür, bəli, və bu zaman günəş formasını alır. İçlikli və içliksiz olur. Xeyr, bu yanlışdır. Çünki içlikli və içliksiz bilinin xüsusiyyətidir. Azərbaycanda milli sac yeməyidir, bu da doğrudur. Şalğam, soğanaqlı cəfəri, kərəviz, məntiqi, ardıcıllığı tamamlayın. Aha, deməli müəllimlər, bunlar nəyə aiddir? Şalğamdır, soğanaqlı cəfəridir, kərəvizdir, meyvə köklərə aiddir, düzdürmü? Məntiqi deyir ardıcıllığı tamamlayın. Bu məntiqli ardıcıllığı tamamlamaq üçün biz meyvə köklərə aid olanı seçməliyik. Yer fındığı paxlallara aiddir. Qırmızı turp, bəli, qırmızı turp meyvə köklərə aiddir. Yer badamı, xeyr, yer badamı nəyə aiddir? Kök yumrusuna aiddir. Şalğamı oxşar soğanaqlara aiddir. Sarımsaq da soğanaqlara aiddir. İndi keçək növbəti sınağımıza. Bu sınaq 4-dür və 4 mövzudan bir olan sınağımızdır. Hansı ki 12 və 16-cı mövzular daxil olmaqla əhatə edir. İlk sualımız belədir. Şəkildə yeyələmənin hansı üsulları göstərilmişdir? Ümumiyyətlə, yeyələmənin eninə, uzununa, çarpaz və dairəvi olmaqla 4 üsulu var idi. Və bizə təsvirdə verilən hansıdır? Dairəvi yeyələmə. Düzgün cavabımız B variantı. Bəs yaxşı, bu yeyələmələri nə üçün yerinə yetirirdik? Eninə böyük emal payı götürmək üçün, uzununa düz xəttliyini təmin etmək üçün, sonra eninə, uzununa çarpaz. Çarpaz isə soldan sağa çəpinə xətlə və ya sonra sağdan sola çəpinə xətlə yerinə yetirilirdi. Dairəvi isə son emal payını götürmək üçün istifadə edilirdi. Mikrometr ştangen pərgardan nə qədər artıq ölçü aparır? 10 dəfə. Əvvəlkilərin imtahan sualıdır. Həm deşiyi açır, həm vintləri sıxır. Söhbət nədən gedir? Mikserdir, eldən gedir. Düzgün cavabımız A variantı. Digər direl növlərinə də baxaq. Döyəcləyicisi olan direl. Döyəcləyicisi olan direl müəllimlər nə üçün idi? Biz deməli döyəcləyicisi olan direl 2 rejimdə işləmə imkanına malik idi. Həm döyəcləyərək, həm də vurğulayaraq, döyəcləyərək işləyirdi. Onunla biz nə edirdik? Bütün materialların üzərində kərpic, beton, daş, metal, ağac, plastik, kütlə, bütün materialların üzərində deşik açırdıq. Həm də döyəcləyicisi olan direl elektrik direllərinin
ən məşhur variantı idi. Lobzik isə əsasən oduncaqla işləmək üçün və təbəqə metalın biçilməsi üçün istifadə edilirdi. Fiqurlu kəsim yerinə yetirilirdi. Şurup fırladanda deməli istifadə edilirdi harada. Şurupların vurularaq bağlanması, açılması üçün istifadə olunurdu. Həmçinin deşik açma funksiyası ilə təchiz edilmişdi. Tikintidə, məişətdə istifadə edilirdi. Həmçinin biz desələr ki, mebeli daha tez və rahat nəyin köməyi ilə yığırıq? Baxın, bu da elə şurup fırladan olacaq. Həmçinin şurup fırladan kiçik qayqa və boltları açmaq, bağlamaq üçün də istifadə edilirdi. Bir də belə bir sual düşə bilər şurup fırladanla bağlı bizə. Hansı digər drel növü xarrat işləri üçün rahatdır? Bu elə şurup fırladandır. Aha, üçüncü sualımızı da oxuduq müəllimlər. İndi keçək növbəti sualımızda. Növbəti sualımızda bizdən uyğunlaşdırma tələb edir. Özdə nəyi uyğunlaşdırmağımızı tələb edir? Yiyələri uyğunlaşdırmağı tələb edir. Baxaq, yiyələrimizi uyğunlaşdıraq. Qələmimizi götürək. Deyir, götürülən qatın qalınlığı 0,2, 0,5 mm-dir. Söhbət hansı yiyədən gedəcək? Təbii ki, müəllimlər 0,1 nömrəli yiyələr olan dəlici yiyələrdən. Hər 10 mm-ə 42-80 diş düşür. Hər 10 mm-ə 42-80 diş düşən 4 və 5 nömrəli yiyələr, yəni məxməri yiyələrdir. Və 3-ə baxaq nəhayət. Götürülən deyir qatın qalınlığı 0,1, 0,3-dür. Bu, deməli, dəlici yiyədən sonra, metalın əsas qatı götürüləndən sonra istifadə edilən 2 və 3 nömrəli yiyəmiz xüsusi yiyələrdir. Düzgün cavabımız B, C, A. Baxaq, C variantı. 5-ə baxırıq. Verilənlərdən hansı ştangenpercarla iş zamanı təhlükəsizlik qaydalarına aiddir? İşə başlayanda ştangenpercarın üzərində tozu və sürtkü yağını təmiz parça ilə silmək lazımdır. Bəli. Aləti qızdırıcı cihazların üzərinə qoymaq olmaz. Bəli. Ölçmə şkalasındakı göstəriciləri oxuyarkən ştangenpercarı gözlərdən aralı tutmaq lazımdır. Xeyr, bu yanlışdır. Gözlərə yaxın tutmalıyıq ki, ölçüləri dəqiq görə bilək. 4-ə baxırıq. Ştangenpercarın üzərini sumbata kağızı və bıçaqla təmizləmək olmaz. Bəli. Deməli, düzgün cavabımız 1, 2, 4, B variantı. Elektrik dövrəsini qurmazdan əvvəl hansı əməliyyat yerinə yetirilir? Bu da imtahan sualıdır müəllimlər. Burada birinci kağızda təsviri çəkilir, elementlər hazırlanır, alətlər hazırlanır. 1, 3, 4, B variantı. Közərmə lampası neçə volt gərginlik üçün nəzərdə tutulmuşdur? Közərmə lampası deməli 3,3 voltdur. Amma batarya soruşsa 1,5 volt idi. Hətta biz dövrə quran zaman 2 ardıcıl bataryadan istifadə edirdik ki, lampaya gücü çatsın və işıqlandırsın. Naqillərdə cərəyanın 100 dəfə azaldılması zamanı aşağıdakılardan hansı hal baş verməz? Gəlin görək, hansı baş verməz? Naqillərdən ayrılan istilik 100 dəfə azalır, düzdür. Naqillərin 100 dəfə ağırlaşdırılması zamanı alınan nəticə əldə olunur, bu da düzdür. Bu məqsədlə yüksəldici transformatorlar qoyulur, bu da düzdür. Cərəyanın 100 dəfə azaldılması zamanı naqillərin en kəsiyinin sahəsi 100 dəfə artırmaq lazımdır. Xeyr, bu yanlışdır. Bu Joulins qanununa əsasən idi. Düzgün cavabımız nə oldu? D variantı. Kəsmə prosesini tezləşdirmək üçün nə edirlər və kiçik mişarın xidmətini uzatmaq üçün nə etmək lazımdır? Deməli, bizdən həm kəsmə prosesini, həm də kiçik mişarın xidmət prosesini uzatmaq üçün nə etməyimiz lazım olduğunu soruşur. Bunun üçün şaqili ox boyunca rəqs hərəkətlər verilir. Düzgün cavab D variantı. Elektrik dreli neçənci ildə
kəşf edilmişdir. Elektrik drili 1895-ci il Wilhelm Fein tərəfindən kəşf edilmişdir. İmtahan sualımızdır bu da. En kəsiyinin formasına görə yeyənin belə növü yoxdur. En kəsiyinin formasına görə yeyələrin növləri 7 cürdür. Bunlar hansılardır? Yastı, yarım dairəvi, dairəvi, sonra romb şəkilli, bıçaq şəkilli, üçüzlü, kvadrat. Amma bizim düzbucağımız yoxdur. Düzgün cavabımız D variantı. Baxaq 12-yə. Yüngül bəzək və bərpa işlərində istifadə olunur. Söhbət nədən gedəcək? Söhbət şurup fırladandan gedəcək. Digər driller haqqında da məlumat verək. Döyəcləyicisiz drill. Döyəcləyicisiz drill elektrik drillərinin ən sadə variantıdır. Yüngül bərpa və bəzək işlərində istifadə edilir. Həmçinin döyəcləyicisiz drilldən beton üzərində deşik açmaq qeyri-mümkündür. Biz yalnız ağac və metal üzərində deşik aça bilərik. Şurup fırladan haqqında da bayaq məlumat verdik. Yenə də məlumat verək ki, yüngül bəzək, üzr istəyirəm müəllimlər, 12-də düzgün cavabımız A variantıdır. Döyəcləyicisiz drill. Yüngül bəzək və bərpa işlərində istifadə edilən. Şurup fırladan nə idi? Şurupların burulub bağlanması üçün, açılması üçün istifadə edilirdi. Qarat işlərində istifadə edilirdi. Kiçik qayqa və boltları açıb bağlamaq üçün istifadə edilirdi. Mikser drill isə kombinə edilmiş drill növüydü. Həm duru ərzaqları qarışdırırdı, həm gücünə görə fərqlənirdi, həm vintləri sıxırdı. Mexaniki drill isə diametri 10 mm-dən artıq olmayan deşiklərin açılması üçün istifadə edilən bir drill növüydü. Sənayenin payına neçə faiz elektrik enerjisi düşür? 70%. 70%-in 3/1 də texnoloji məqsədlər üçün istifadə edilir. Açar hansı hərflə qeyd olunur? Bu köhnə kitablarda olan suallardandır C hərfi ilə. Elektrik sözünün mənası nədir? Elektrik sözünün mənası Yunan sözü olub kəhraba, yəni elektron deməkdir. Düzgün cavabımız D variantı. Uyğunlaşdırın, gəlin uyğunlaşdıraq. Bizdən elementləri və onların adlarını soruşur. Deməli, biz birinciyə açar verilib. Açar hansıdır? Açar C variantıdır. 2-yə naqil verilib. Naqil hansıdır? C variantıdır. 3-ə lampa verilib. Lampa hansıdır? A variantıdır. 4-ə nə verilib? 4-ə cərəyan mənbəyi verilib. B variantıdır. Düzgün cavabımız C, C, A, B olmaqla A variantı düzgündür. Bu qədər əziz və dəyərli müəllimlər, uğurlar hər birinizə.